Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir orijinal pultu təmirə gətiriblər, işləmir. Problem var. Qalasava oynandı. Orta nəticəni bir yerdə izləyək. Demək, pultu söktük. Gördüyünüz kimi sürüntülər var. Membranları da ayıraq. Vəziyyəti budur. Platan yoxlayırıq, ümumi aşıbqa verir. Yəni platan prosessoru yanıb. Keyfiyyətsiz daş qoymaqdan, əldən yerə düşməkdən. Burada vacib amillərdən biri bu yastıqdır. Çox adam bunu açanda itirir. Buyuruq qırağa. Bu xərab olan prosessor, ondan bir yerdə platanı dəyişirik, başqa bir plata qoyuruq. Eyni bu platadan qoyuruq. Orijinal Qalasava ilə prujini də dəyişəcəyik. Laboratoruna adaptera qoşmuşuq. Hər bir hissəni ayrı-ayrılıqda təmizlədik. Yeni prujin qoyacaq. Bu prujinin yerinə və bu platanın yerinə belə bir plata qoyacaq. Hazırda laboratoruna adaptera qoymuşuq. Prosesor dərəcəsini ölçürük. Gecikmə yoxdur. Hər bir şey yerində. Yastığı qoyduq. Bu da nəticə. Bütün knopka işləyir. Bu knopkada televizorun yanında eksik eləyir. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.